Yüksək gərginliklə işləyərkən, təhlükəsizlik, bilirsiniz, sadəcə bir qayda deyil, bu, həyatla ölüm arasındakı o incə xəttdir. Elə bugün biz yüksək gərginlikli qoruyucunun dəyişdirilməsi kimi çox kritik, həyati bir prosedurdan danışacağıq. Gəlin, bu vacib protokola birlikdə addım-addım baxaq. Amma başlamazdan əvvəl gəlin bir anlıq dayanıb düşünək. Təsəvvür edin, qarşınızda partlamış bir yüksək gərginlik qoruyucusu var. İlk reaksiyanız, ilk addımınız nə olmalıdır? Bu sualın cavabı əslində sizin təhlükəsizliyə nə qədər ciddi yanaşdığınızı göstərir. Heç narahat olmayın, bu izahatın sonunda cavab hamımız üçün tam aydın olacaq. Yol xəritəmiz də çox aydındır, baxın. Bu 5 mərhələdən keçəcəyik. Əvvəlcə problemin nə olduğunu anlayacağıq, sonra təhlükəsiz hazırlıq addımlarını öyrənəcəyik, əməliyyatın özünü dəqiqliklə necə etməli olduğumuza baxacağıq, iş bitdikdən sonra yoxlama və bərpa mərhələsini müzakirə edəcəyik və ən sonda, ən vacibi, hansı hallarda dayanmalı və nəyi qətiyyən etməməli olduğumuzu aydınlaşdıracağıq. Yaxşı, gəlin elə kökündən başlayaq. Bir qoruyucu niyə partlayır və bu ümumiyyətlə sistem üçün nə deməkdir? Bilirsiniz, bu hadisəyə sadəcə kiçik bir nasazlıq kimi baxmaq olmaz. Bu, adətən daha dərin, daha ciddi bir problemin ilk siqnalıdır. Əslində, qoruyucuya bir növ sistemin qəhrəmanı da demək olar. Onun əsas işi avadanlığı daha böyük, daha fəlakətli bir zərərdən qorumaq üçün özünü qurban verməkdir. Yəni, o, dövrəni qırır. Bunun da arxasında adətən 3 əsas səbəb durur. Ya sistemə həddindən artıq yük düşüb, ya bir yerdə qısa qapanma baş verib, ya da elektrik xəttində təhlükəli rezonans yaranıb. Səbəb nə olursa olsun, nəticə həmişə eynidir. Enerji təchizatı tamamilə kəsilir. Və indi, gəldik ən kritik, ən vacib mərhələyə, hazırlıq. Unutmayın, təhlükəsizlik əməliyyata başlamazdan, alətləri ələ almazdan çox-çox əvvəl başlayır. Düzgün hazırlıq, təhlükəsiz bir əməliyyatın demək olar ki, zəmanətidir. Bax, bu 4 addım heç bir halda müzakirəyə açıq deyil. Birincisi, dövrənin hər iki tərəfdən tamamilə 100% enerjisiz olduğundan əmin olmalısınız. İkincisi, sistemdə qalıq enerji saxlaya bilən hər şeyi, məsələn, kondensatorları mütləq boşaltmalısınız. Üçüncüsü, daxil olan naqilləri torpaqlayaraq özünüzü hər hansı təsadüfi gərginlikdən qorumalısınız. Və nəhayət, dördüncüsü, müvafiq fərdi qoruyucu vasitələri tam şəkildə geyinməlisiniz. Bunlar, dostlar, şərtdir. Heç birini ötürmək olmaz. Və burada bir qızıl qayda da var. Bu işi heç vaxt, amma heç vaxt tək görməyin. Hər zaman minimum 2 nəfər olmalıdır. Biri əməliyyatı birbaşa icra edən operator, digəri isə bütün prosesi kənardan diqqətlə izləyən, təhlükəsizliyə nəzarət edən nəzarətçi. Bu komanda işidir və bu qaydada heç bir halda pozula bilməz. Fərdi qoruyucu vasitələrə gəlincə, burada seçim çox dəqiq olmalıdır. Baxın, hər iki şəxs, həm operator, həm də nəzarətçi mütləq izolə edilmiş çəkmə və qoruyucu eynək taxmalıdır. Fərq isə budur. Avadanlığa birbaşa toxunacaq operator əlavə olaraq yüksək gərginliyə davamlı xüsusi izolə edilmiş əlcəklərdən istifadə etməlidir. Və əlbəttə, mümkün olan yerlərdə ayağın altına sərilən izolə edilmiş döşək əlavə bir həyati qorunma qatı deməkdir. Bir də çox incə, amma həyati bir məqam var. Əgər dəyişəcəyiniz qoruyucu bir gərginlik transformatorunun dövrəsindədirsə, əməliyyata başlamazdan əvvəl həmin dövrəyə bağlı olan relé mühafizəsini və ya avtomatik açarları müvəqqəti olaraq sistemdən ayırmaq şərtdir. Niyə? Çox sadə. Əks halda siz işləyərkən sistem sizin hərəkətinizi bir nasazlıq kimi qəbul edib gözlənilmədən işə düşə bilər. Bu isə sözün əsl mənasında ölümcül təhlükəyə o deməkdir. Yaxşı, bütün təhlükəsizlik tədbirlərini gördük, hər şey hazırdır. İndi isə keçirik əməliyyatın özünə, yəni köhnə qoruyucunu çıxarıb yenisini yerinə quraşdırmağa. Bu mərhələdə səbir, diqqət və dəqiqlik hər şeydən vacibdir. Köhnə qoruyucunu çıxaranda ona sadəcə zibil kimi baxmayın. O sizə çox şey deyə bilər. Üzərinə diqqətlə baxın. Korroziya, paslanma, yoxsa hər hansı mexaniki zədə, çat varmı? Bu detallar sizə problemin əsl səbəbi haqqında çox vacib ipuçları verə bilər. Yeni qoruyucu isə təbii ki, mükəmməl olmalıdır. Amma ən əsası nədir bilirsinizmi? Onun texniki göstəriciləri, gərginlik və cəryan dəyərləri köhnə qoruyucu ilə tamamilə %100 eyni olmalıdır. Baxın, yeni qoruyucunu yerinə taxmazdan əvvəl bu 3 addımlıq sürətli yoxlamanı mütləq edin. Bu, cəmi 10 saniyə çəkər. Birincisi, gözlə baxın, heç bir çat, zədə yoxdur ki. İkincisi, etiketini bir də oxuyun, göstəricilər lazımi parametrlərə uyğundurmu? Və üçüncüsü, bir multimetrlə onun işlək olduğunu yoxlayın.
Bu, bir neçə saniyəlik diqqət gələcəkdə saatlarla davam edəcək problemlərin qarşısını ala bilər. Beləliklə, qoruyucu dəyişdirildi. Super. Amma işimiz hələ bitməyib. Ən vacib mərhələlərdən biri indi başlayır. Hər şeyin qaydasında olduğundan əmin olmaq üçün sistemi yenidən işə salıb yoxlamaq vaxtıdır. Enerjini bərpa edən kimi dərhal bu üç şeyə fokuslanın. Gözləriniz ölçü cihazlarında olsun. Gərginlik və cərəyan göstəriciləri normal həddədirmi? Avadanlığın özü adi, normal iş rejiminə qayıtdımı? Və ən əsası qulaq asın. Hər hansı bir vızıltı, cızıltı və ya başqa qeyri-adi bir səs yeni bir problemin xəbərçisi ola bilər. Ona görə də çox diqqətli olun. Və nəhayət gəldik hər bir peşəkarın əzbər bilməli olduğu qırmızı xətlərə. Unutmayın, bəzən ən cəsur və ən doğru hərəkət heç bir hərəkət etməmək, sadəcə dayanmaqdır. Gəlin görək, bu hallar hansılardır? Bu, çox vacib bir məqamdır. Diqqətli olun. Təsəvvür edin ki, yeni qoruyucunu taxdınız, enerjini verdiniz və o da dərhal partladı. Buna davamlı partlama deyilir. Bu, sizə birbaşa siqnaldır ki, problem qoruyucuda deyil, dövrənin özündə və ya avadanlıqda olan çox ciddi bir nasazlıqdadır. Belə bir vəziyyətdə o nasazlığı tapıb tam aradan qaldırmadan qətiyyən ikinci dəfə yeni qoruyucu taxmağa cəhd belə etməyin. Bu, çox təhlükəlidir. Bu isə heç bir müzakirəyə, bəhanəyə, ammaya açıq olmayan bir qaydadır. Əgər hava şəraiti pisdirsə, şimşək çaxırsa, ildırım riski varsa, bu əməliyyatı həyata keçirmək qətiyyən olmaz. Qadağandır. Heç bir təcili vəziyyət, heç bir tapşırıq bu riski almağa dəyməz. Təhlükəsizlik həmişə və hər zaman birinci yerdədir. İstisna yoxdur. Bu stat əslində bütün bu izahatımızın özətidir. Yüksək gərginliklə işləyərkən diqqətsizliyə, tələskənliyə, bəlkə yer yoxdur. Çünki burada unudulmuş kiçik bir addım, kiçik bir səhv həqiqətən də çox böyük, faciəvi nəticələrə gətirib çıxara bilər. Bu sahədə təəssüf ki, ikinci şans olmur. Bugün danışdıqlarımızı nəzərə alaraq, sonda özünüzə bu sualı verin. Sizin məsul olduğunuz avadanlıqlar və tətbiq etdiyiniz təhlükəsizlik protokolları bu standartlara tam cavab verirmi? Hazırlıqlı olmaq, sonradan fəsadlarla mübarizə aparmaqdan həmişə daha asan və daha doğrudur. Unutmayın, təhlükəsizlik bir dəfəlik görülən bir iş deyil, o hər gün riayət edilən bir vərdişdir. Təhlükəsiz işləyin, sağlam qalın.